Bölgələrdə qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib. Ötən gün güclü külək və yağışla müşahidə olunan hava Tovuzun bir neçə kəndində fəsadlara səbəb olub. Rayonun Bayramlı kəndində vətəndaşa məxsus 2 iri buynuzlu heyvanı ildırım vurub. Təsərrüfata ciddi ziyan dəyib. Daha çox qarğıdalı və taxıl sahələrində güclü yağışdan sonra seldən zərər çəkib. Biz Dəmiyədə yaşadığımıza görə inəklə, bu təsərrüfatla məşğul oluq. Mən inəklərimi getdim, burada qoydum. Evə nəvələrimi evə qoyub yağışdan qorxduğuma görə qayıdıb bir də baxanda gördüm ki, ildırım mənim inəklərimi vurub, bu evimin yanıdır. Bax, belə bizə çoxlu ziyanlıq olubdur belə. Çox pis oldu, biz taxıl sahələrinə hamısını yerə suvaq elədi. Elə belə olan taxılları, əkilən taxılı hamısını yerə suvaq elədi. Kimin qardalı sahəsi var, onlarda yenə külək vurdu. Bu yağış bax belə bizə çox ziyanlıq elədi. Şəmkirdə də güclü külək dağıntılara səbəb olub. Rayonun Sabirkənd kəndində uzun müddət davam edən külək kənddə istixanaların, salafan örtüklərin və fermalarına ciddi ziyan vurub. Bir neçə evin dam örtüyü və dəmir konstruksiyaları hasarlara da ciddi zərər görüb. Həm parnikimizə ziyan vurub, belə təsərrüfata çox ziyan dəyib, hasarları uçurdubdur. Parnikin belini cırıbdır, belə kələmləri pis günə qoyub, doluya düşüb təmiz. Elə nə qədər xərc çəkilibdir, buna heç xərdi borcu ödəmir. Elə buradan satırsan dərmanına, qulyonkasına, nisiyə alırsan, gərkin çıxanına verəcəm, bu da ki, belə bir fəlakət. Burada da küləklə müşahidə olunan lesan yağışı selə səbəb olub. Nəticədə su evlərə dolub, arxlar daşıb və bir neçə sakinin ev quşlarını sel aparıb. Hazırda bölgədə yağışla müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir. Kamran Əskiparalı, Hüseyn Hüseynov, Banuçe Hüseynli, Səs TV Xəbər, Tovuz, Şəmkir.